evlatlarına da, ailesine de hayırlı ve mənalı ömür gün nəsib eyle, səbirlə rəfa eyle. Lillahi sallallahu aleyhi Tamamdan önce Azerbaycan'ın müstakilliği uğrunda, onun torpaqlarının azad olunması uğrunda ve suverenliğimizin bərpa olunması uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutdan yad edəcək. Gösteren icra hakimiyyətin nümayəndələri və ictimaiyyətin nümayəndələri bugün qəhrəman bir şəhidimizin Əliyev Aslan İlmanoğlu'nun torpağa tapşırıldığı 5-ci il dönümüdür ki, onun məzar önündə qeyd edirik. Bugün Azərbaycan tarixində çox fərqli, çox, mən deyərdim, mürəkkəb bir gündür. Həm mən özüm də tərəddüdlə qalmışam, bilmirəm, bayram əhval-ruhiyyəsində danışım yoxsa hansı bir yanaşma tərzini özüm də bilmirəm. Çünki həm bugün Zəfər bayramıdır, bütün Azərbaycanda qeyd olunur, həm də bir Göyçayımızın, bir cavan oğlanın, bir gəncimizin, bir qəhrəmanın məzar önündə onun torpağa tapşırıldığı 5-ci il dönümüdür. Çox çətindir. Bugün 5 il bundan qabaq 8 noyabr Azərbaycanın mədəniyyət paytaxtı olan bizim milli irsimizin baniləri yaşayan və bizim ulu vətənimizin ən qədim torpaqlarından, ən qədim yaşayış məntəqələrindən biri olan Şuşa şəhərinin azad olunması günüdür. Və həqiqətən illərlə gözləyirdik və həmin xoş xəbəri bizə ölkə rəhbəri, hörmətli prezidentimiz çatdıranda hər kəs sevindi. Amma çox təəssüf ki, həmin günlərdə onlarla, bəlkə də yüzlərlə şəhidlərimiz oldu ki, ocaqlarına qara xəbər gəldi və onları torpağa tapşırılan günləmək istədi. Çox təəssüf, cəmi 2 gün qalmışdı müharibənin bitməyinə. Amma yenə də Azərbaycana şəhid xəbərləri gəlirdi. Yeni anaların gözü yaşlı qalırdı, ataların beli bükülürdü. Amma bir ümit yerimiz var. Bizə dinimiz də deyir. Açdılar və o qapını sizlər üçün, onların valideynlər üçün də açdılar. Bizim təsəllimiz elə bundan ibarətdir. Başqa heç bir təsəllimiz yox. Həm də bir təsəllimiz də var ki, bu millətin, bu dövlətin ayaqda qalmasına və bu bayramları, bu xoş günləri, gələcək xoş günlərimizi bizə bəxş eləyən və o yolda canından keçən, o yolda döyüşən oğullarımız oldu. Və bu millət, bu dövlət bunu layiqincə inanıram ki, gələcək illərdə də qiymətləndiriləcək. Çünki bu il həm də yubiley ilidir. Yubileydir 5 il, 10 il, 15 illər belə deyək bir yubiley kimi nəzərdə tutulur. Əhval-ruhiyyəsi yaşanır. Hərçəndə bu şəhid ailələrində demək olar ki, 90%-dən yuxarısında bu belə qeyd olunmur, amma millətimiz sağ olsun, yadına salanlar sağ olsun, şəhid sevərlər, şəhid ailələrinə hörmət qoyan insanlar sağ olsun. Şəhid ataları, şəhid anaları, siz qüruru gəzin, bayram günü bəxş eləsin. Bax bu evlatlar və bunun kimi şəhidlər bizim əyninə bizim əskərlərimiz, zabitlərimiz olur. Aslan bəyin timsalında Lalə bacıya və o cümlədən bu ailənin ağsaqqalı olan Zümrüd anıya başsaldığı verirəm. Allah onlara səbir verir. Həm oğul, gül kimi oğul itirib cavan, həm də yoldaşını itirdi az bir zamanda. 2 tərəfli zərbə olub, amma Zümrüd bacıma deyərdim ki, 3 tərəfli zərbə. Həm oğul itirdi, həm qardaş oğlu, həm qardaş. Zümrüd bacıma da çox çətindir. Mən onlara ancaq səbir diləyirəm. Lalə bacı, Allah sənə səbir versin. Zümrüd ana, Zümrüd bacım, mənim can ciyərim. Allah sənə də səbir versin, hamı da səbir versin.
hamımıza səbir versin. Düzdür, indi bayram günüdür, 5-ci yubileydi. 1-ci yubileydi. İndi Allah ne kadar ömür verecek, o 2-ci yubileye çatacak, çatmayacak, o Allah'ın işidir. İcazə verirsiniz. Hörmətli qonaqlar, hörmətli təbliğçiləri, iştirakçıları. Bir zəfər bayramında. Allah hamısına bu Kərimdə bir din xadimi olaraq Allah Teala Əl-Bəqərə surəsində və la təqulu və la yuqtəlun. Bunlara ölü deməyin, onlar ölü deyil, onlar diridirlər. O cümlədən də yenə Tövbə surəsinin 111-ci ayəsində o şəxslər ki, həm öldürürlər, həm ölürlər. Bunlar öldürənlərdir, bu qazilər. Allah bunlara xeyirli ömürlər versin. Bunlar həqiqətən dünən də iclasda keçdi. Bunlar canlı şəhiddir. Bunlar canlı şəhiddir. Çünki bunlar da şəhid olmaq niyyəti ilə girmişdilər oyuna. Amma bunları Allah Teala saxladı. Allah Teala can sağlığı versin. Dəyərli qardaşlar, dəyərli qonaqlar. Bəli, bu günlərin tədbirlərimizi daha canlı tutmalıyıq, daha aktiv tutmalıyıq. Çünki bunlar bizimdir. Kimlərsə o devirləri biz də yaşayırdıq. Olsun, yenə də qayıdıram qazilərimizə. Xahiş edirəm ki, bu tədbirlərdə də qazilərimizi gəlib bizim sıralarımızda durmalıdır. Çünki onlar əgər o torpaqlarda öndə durublarsa, burada indi arxada durmaqları biraz uyğun deyil. Özləri də biraz bu işlərdə aktiv olsunlar. Çox sağ olun. Məlum olmayan bayramlarımız var. Düz əsrlərdə ulu babalarımız, ulu nənələrimiz o bayramın deyək ki, təməlini qoyub. Amma biz bilmirik hardan gəlir. Bizim bir çox müqəddəs bayramlarımız var. Ki biz onlara kalendarda hər ilin deməli kalendarı çıxanda, belə də istehsalat təqvimi kalendarı çıxanda orada qırmızı haşiyə alınmış xüsusi rəqəmlər olur. Şimdi müəyyən ənənələr, elə bayramlarımız var, 1000 illərdir, məsələn, Novruz bayramı 1000 illərdir, əsrlərlə gəlir, amma təməlin kim qoyub, kim tərəfindən qoyulub, biz onu bilmirik. O qırmızı haşiyə mən baxanda, dünən otaqda elə baxdım ki, bugün Aslan qardaşımızın il dönümü təqvim var idi, təqvimə baxırdım. Kalendarda bir şey nəzərimə çarpdı. Orada 8 noyabr qırmızı rəng gördüm. Mən qırmızı rəngim sosial şəbəkədə belə deyək, xəbər verirlər, xəbərin altında şərhlərə baxıram. İnan ki, bir nəfər orada yazmış, Allah rəhmət eləsin. Hamı qınayırdı. Cavan da olsa, uşaq da olsa, hamı qınayırdı. Biri valideynini qınadı, biri uşağı qınayır, biri tərbiyyədən danışdılar. Və həmin o hadisənin ən qızğın vaxtlarında bir maşını, baxmışsınız yəqin, maşını ərzaq aparmaq üçün orada o qəhrəman Salamlayıram. Bizim bayramımız öyle çok böyle bir bayramdır. Bu müvəqqəti deyək bu dünyadan, amma ən gözəl bir şəkildə şəhid oldular, getdilər. Və bu elə bir ki, bu bayramı da möhürlədilər, getdilər. Yəni həqiqətən bu bayramı bayram olaraq, bu 8 noyabr gündür, bayram olaraq İnşallah bütün tarix boyu bu qeyd olunacaq. Əslində mən etiraf edeyim ki, mən 8 noyabr gününü qələbə deyə, yəni mən onu qəbul edemədim ilk vaxtı, o vaxtı, yəni elə bir 5 il bundan qabaq deyək. Amma elə bir ki, baş verən hadisələr şeyində baxdım ki, elə bu əsas elə bir şey elə bizim bayramımızdır. Ona görə ki, elə bir ki, deyək ki, qələbədən sonra bizim nə qədər şəhidlərimiz gəldi. Yəni mən elə bir ki, öz payıma deyirəm, qələbə olmasaydı mən tapmayacaqdım ona, həqiqətən. Tək mən yox, və digərləri tapmayacaqlar, amma nə boyda bir elə bir şərəfdir. İnşallah ki, biz elə bir ki, Allah insanı yaradanda bu şəhidlər əzəldən, ana bətnindən, ruhlar aləmindən şəhid olacaq deyə yaradılmış. Yəni bunun başqa bir məsələsi yoxdur. Yəni indi bugün biz dünya cəhətinə əlbəttə ki, çox çətindir evlad itirmək. Amma bir şeyi bir nəzərə alaq ki, onlar ölmədilər, onlar əlhəmdülillah nə boyda bir zəfər qazandılar. Əbədi həyatlarını təmin elədilər, bu dünyalarını təmin elədilər. İnşallah ki, bütün bu milləti qurtardılar. Şəhid olan anda bu millətin hər bir fərdinin günahını bağışlatdılar. Yəni elə bir şeylər var imiş yəni. Amma bizim elə bir ki, dünya görüşümüz, əlbəttə ki, bu şeylərdə biraz bizim qüsurlarımız var yəni. Qüsurlarımız var. Biz onları elə bir ki, haqqı ilə dərk eləyə bilmədik. Yəni insanoğlu bəzi məsələləri haqqı ilə dərk eləyə bilmir. Amma həqiqətən deyiləsi sözlər çoxdur. İnşallah ki, unutmayaq, unutturmayaq. İnşallah cənnətdə görüşmək ümidi ilə. Allah hər birisinə rəhmət eləsin.
Allah səbirlər versin inşallah. Hər birimizə Allah səbirlər versin. Sağ olun. Ki, vətən əsrəti, nurlu sabahlarım itib zülmətdə, vətəni görmək də varmış qismətdə, gözümün yaşıyla sel olub baxdım, Murovun başından vətənə baxdım. Göyçə göl hirsindən ləpələnirdi, yalçın qayalara səpələnirdi, dağlar da gözümdə təpələnirdi, ən uca zirvəyə bayrağı taxdım, Murovun başından vətənə baxdım. Düşmüşdü səbrimi dara bulutlar, vurmuşdu qəlbimə yara bulutlar, tutmuşdu səmanı qara bulutlar, yardım bulutları şimşək tək çaxdım, Murovun başından vətənə baxdım. Həsrət ürəkləri yandıran közdür, bəsdi türk milləti əzaba dözdü. Deyirlər şairin silahı sözdür, sözümlə düşməni yandırdım, yaxdım, Murovun başından vətənə baxdım. Qəribi öldürdü hər gün qəm, kədər, ömrün 32 ili keçibdir hədər. Oğlun qalib gəldi ey ulu öndər, söylədi düşmənin bəndini yıxdım, Murovun başından vətənə baxdım. Yollarında tikan olsa, yenə yolum, ünüm sənsən, can vətənim, ana yurdum, qurban olsun canım sənə. Gözəl yurdum, gözəl elim, can könüldən ayrılarmı? Mənim könlüm, canım sənsən, səndən özgə canım varmı? Həsrət oldu, nifaq düşdü, sağa, sola səpələndik. Xarı bülbül nəfəsilə budur yenə bərabəri. İllər, aylar ötdü keçdi, nələr yaşadı xalqımız. Qanlar axdı, canlar getdi, azad oldu torpağımız. Azərbaycan, Azərbaycan, hər canda sən vuran ürək. Azad torpaq, azad vətən, hər canda sən vuran ürək. Soldurub baharını, gətirdin sərt qışını. Axıdıb bu yerlərdə düşmənin göz yaşını. Dəmir yumruqla əzdik onun murdar başını. Bu yol Şuşaya gedir, bu yol zəfər yoldur. Mən bir kəlmə demək istəyirəm, düz vaxtınız azdır. Təbrik edirəm. Ağlama anam, ağlama anam, ağlama anam, ağlama. Uşaqlar getdi. Övladın dərdini çəkən analar, dərd qəmdən boynunu bükən analar. Övladın dərdini çəkən analar, dərd qəmdən boynunu bükən analar. Gözünü yollara dikən analar.